Mənzillərdən silsilə cinayət törədən şəxslər saxlanılıb. 4 dəfə həbs edilməklə ömrünün 24 ilini həbsxanada keçirən şəxs tanışı ilə birlikdə mənzillərdən oğurladıqları kombi cihazlarını və istilik sistemlərini bazarda satarkən polis tərəfindən tutulub. Binəqədi polisinin keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində isə maşınlardan aksesuarlar oğurlayan dəstə saxlanılıb. Mənzillərdən silsilə oğurluqlar edən şəxslər tutulub. 40 yaşlı Sakit Ağayev və 46 yaşlı Əskər Mirzəyev mənzillərin pəncərələrini sındıraraq oradan kombi cihazı, 19 ədəd istilik sistemləri və digər məişət avadanlıqları oğurlayıblar. Həmin şəxslərin 4 fakt mənzillərdən oğurluq etmələri sübuta yetirilmişdir. Lakin buna baxmayaraq həmin şəxslərin digər cinayətlər də törədib-törətməsini müəyyən etmək məqsədi ilə ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir. Əvvəllər 4 dəfə həbs olunmaqla ümumilikdə 24 il müddətinə məhkumluq həyatı yaşayan Əskər Mirzəyev bildirdi ki, onun maşınına sərnişin qismində əyləşərkən sakit ondan gediş haqqını almayacağını, bunun müqabilində oğurluq etməkdə ona yardım göstərməsini xahiş edib. Sakit isə əməlli belə etiraf etdi. Qabağızdan gedib fikirləşməmişəm, planlaşdırmamışam. Yəni gedmişəm, çıxıb qabağıma götürmüşəm. Binəqədi rayon polis idarəsinin keçirdiyi daha bir əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisindən avtomobillərdən oğurluq edən dəstə tutulub. Axtarış tədbirlərini Bakı şəhər baş polis idarəsi ilə birlikdə həyata keçirən Binəqədi polisi 31 yaşlı Rasim Şükürovu, 26 yaşlı Eldar Balışovu və Rüfət Şükürlünü saxlayıb. Hər üç şəxs üçün əsasən gecə vaxtlarında rayon ərazisindən müxtəlif markalı avtomaşınların ehtiyat təkərlərini və avtomaşınların şüşələrini sındıraraq içəridən maqnitofonlar, səs gücləndiricilər və digər avadanlıqlar oğurlamışlar. Gedmişik Binəqədi rayonundan Nivadan təkər götürmüşəm. Sonra aparıb satmışam. Bir dənə 07-dən maydafon götürmüşük. Nivanın kapotunu qaldırırdıq, o təkəri qabaqda olurdu onların. Oradan götürdük, yəni kapotdan nə tərəfə bağlayırdıq. Heç bilinmirdi. Yəni, mənim payım üçün 200 manat olub. Polis onların ətrafında araşdırma apararkən müəyyən edib ki, onlar paytaxtın Nəsimi, Xətai, Sabunçu və digər rayonlarından da oğurluq ediblər. Dəstə üzvlərindən narkotik də aşkarlanıb. Belə ki, Rasim Şükürov və Eldar Balışovun üzərindən heroin, Rüfət Şükürlüdən isə tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı o da müəyyən edilib ki, hər üç şəxs cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar. Növbəti dəfə onlar barəsində Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət başlanıb. Simnarə Həmid qızı, Space.